أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم ومن آياته أن خلق لكم من أنفسكم أزواجا لتسكنوا إليها وجعل بينكم مودة ورحمة إن في ذلك لآيات لقوم يتفكرون. صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr eləyək. Bəli, bildiyimiz kimi Əyyam-ı Fatimiyyədir, xanım Zəhranın şəhadət günləridir. Axırı sonuncu axşamdır. Xanım Zəhranın məqamı barədə biz əvvəlki gecələrdə də danışdıq. İllərlə danışılıb, eşidilib, hər birimiz eşitmişik. Xanım Zəhranın şəni o qədər ucadır, o qədər əzəmətlidir ki, Allah Teala Peyğəmbərinə, məsumlara başsağlığı verib. Necə ki, İmam Hüseyin əleyhissalamın şəhadətin Həzrəti Peyğəmbərə əvvəlcədən Allah Teala xəbər vermişdi. Xanım Zəhranın şəhadət məclisində bizim oradan götürəcəyimiz, ondan götürəcəyimiz bəzi ibrətlər olmalıdır. Əgər biz ibrət götürməyəcəksə, o günləri keçirtməyin bizə heç bir faydası olmayacaq. Peyğəmbər, ali Peyğəmbər bizim üçün nümunə və örnəkdir. O nümunə və örnək o zaman bizim üçün doğrular, əhəmiyyətli olar ki, biz o nümunə və örnəyə uyğun nəsə bir rəftar eləyək, nəsə bir addım ataq. Əgər mən deyirəm Peyğəmbər, ali Peyğəmbər mənim üçün nümunədir, heç bir rəftarımda, həyat tərzimdə bənzəməyə çalışmıram heç, bu zaman mən sözdür, bihudə, əbəs sözdür deyirəm və qiyamət günü də Peyğəmbər, ali Peyğəmbərlə məhşur olmayacam. Çünki mənim gərək rəftarım, həyat tərzim o istiqamətdə ola. Mən müsəlmanam, müsəlman nə deməkdir? Müsəlman necə olmalıdır? Müsəlmanın göstərişləri nədir? Zahirdə görsənənlər necə olmalıdır? İslamla qeyri-İslamın fərqini mən necə göstərirəm? Həyat tərzimdə hansı şəkildə insanlara təqdim edirəm? O təqdimat əsasında qiyamət günü o əsasla mənimlə rəftar olunacaq. Biz əvvəlki gecələrdə dedik ki, xanım Zəhra bütün insanlığa, bəşəriyyətə örnəkdir, nümunədir. Və dünənki gecədə xanım Zəhranın bir övlad olaraq, Peyğəmbərin övladı olaraq, Peyğəmbər salavatullaha necə övlad idi? O övladlığına nisbət onun nümunəsini biz götürməliyik, nümunəvi olduğunu biz dərk eləməliyik. Amma bugün istəyirəm Peyğəmbər salavatullahın əziz qızı xanım Zəhranın ailə həyatında olan bir xanım kimi həyat yoldaşı ilə münasibətinin necəliyi və oradakı nümunələrə işarə eləyək. Çünki Peyğəmbərin əziz qızı Həzrəti Əli ibn Əbi Talibin xanımı idi. Görək bu xanımlıq vəzifəsini necə eləyib. Bilirik, hamımız bilirik necə eləyib. Amma bizə uyğun olan hissəsi, bizə lazım olan hissəsi, biz nə dərəcədə ondan faydalana bilərik? Biz həqiqətən də Peyğəmbərin əziz qızı Həzrəti Əli əleyhissalamın həyat yoldaşı xanım Zəhradan dərs almaq istəyiriksə, bu nümunələrdən yavaş-yavaş özümüzə götürməliyik. Xanım Zəhra salamullah əleyhanın əzəməti barədə danışmamışdan əvvəl mən istəyərdim ümumiyyətlə Allah Teala bir ailəni necə görmək istəyir? Ümumiyyətlə ailə nə deməkdir? Ailə İslamda çox əhəmiyyətli bir məsələdir. Həddindən artıq çox önəm verilib.
Hətta Allahın ən acığı gələn halallardan biri, halallardan ən acığı gələni təlaqdır. İki nəfərin nicahının, əqdinin pozulması. Halaldır. Təlaq vermək olar. Hətta bəzi hallarda vacibdir. Ki, ardınca gələn digər şəriət məsələlərinə görə. Amma Allahın xoşu gəlməyən bir haram olmayan işdir. Haram deyil, amma Allahın xoşu gəlmir bundan. Niyyət kökündə dayanan məsələlərə görə istəmir Allah bir ailənin təməl prinsipinə xələl gəlsin. İstəmir iki nəfər ailə qurandan sonra bir-birindən ayrılsın. Allah bunu istəmir. Niyə istəmir? Çünki Allahın nəzdində, belə deyək, Allahın baxışı ilə varlıq aləmi hamısı bir ailədən ibarətdir. Həzrəti Mövla Ali ibn Əbi Talibin Nəhcül Bəlağədə bir söz var. Buyurur, Əl-xəlqı iyaluh. Bütün cəmaat, məxluqat, insanlar daha doğrusu, hamısı Allahın ailəsidir. Allah istəmir öz ailəsində bir nəfər ailə qursun, bir nəfərin ailəsi dağılsın, ailə qurandan sonra ailəsi dağılsın və istəmir ki, hansısa ailədə münaqişələr, nəsə problemlər, mübahisələr yaransın və eyni zamanda həmin o mübahisə, həmin o münaqişə övladların, yavaş-yavaş cəmiyyətin və eyni zamanda bütün ətraf mühiti məhv eləyir, korluya. Bunu istəmir. Çünki ailədə olan o kiçik problem həmin cəmiyyət üçün böyük bir cinayətin yetişdirilməsi anlamını daşıyır. Diqqət edin, hər hansı bir cinayətkar, hər hansı bir fərqi yoxdur. Cinayətlərin ən pisini törədənlər niyə? Ailədə aldığı travmalardan əksəriyyəti qaynaqlanır. Həmin o travmalardır ki, böyüyür, böyüdükcə bunda daha da genişlənir, daha da vüsət alır və yavaş-yavaş böyük bir cinayətə çevrilir. Amma kökündə nə dayanırdı? Niyə Peyğəmbər Ali Peyğəmbərin həyatına baxanda orada cinayətə rast gəlinmir? Ancaq sülhə, əmin-amanlığa, Allah yolunda şəhadətə, görürsən elə xüsusiyyətlər, elə keyfiyyətlər var onlarda, çünki onlar aldığı təlim, tərbiyə, həmin o ailə mühiti onları Allah istədiyi kimi yetişdirmişdi. Hədislər buyurur, hətta Quran ayəsi əvvəldə oxuduğumuz ayə buyurur, Allahın ayə və nişanələrindəndir ki, Allah sizin özünüzdən, sizin üçün zövcələr, kişilər üçün xanımlar, xanımlar üçün kişilər, həyat yoldaşları yaratdı, litəskunu ileyha, xanımlarınızla aramlıq tapasınız, ünsiyyət eləyəsiniz. Alimlər araşdırır, deyir ki, ən böyük problemlər, münaqişələr evlənməyən subay insanların vasitəsilə olur. Subay insanların. Çünki onun aramlığı yoxdur. Onun ürəyin boşaltmağa, sirrin bölüşdürməyə bir şəxsi yoxdur. Subaydır o. Ona görə İslam təkcə nəsil artımına görə evlənməyi tövsiyə eləmir. Nəsil artımı biridir o işlərdən, o xüsusiyyətlərdən. İslam dini ən əhəmiyyətli, Quran-ı Kərim buyurur, litəskunu aleyha. Onların vasitəsi ilə siz aramlıq tapasınız. Siz gedib ürəyinizi boşaldasınız. Həzrəti Əli əleyhissalamın ən ağrılı günləri xanım Zəhradan sonra bilirsiniz nəyə görə idi? Ondan sonra Həzrət başladı dərdin quyuya danışmağa. Elə bir həmdəm yox idi. Elə bir həmdil, həmdərdi yox idi ki, öz dərdin bölüşdürsün ondan. Öz dərdin ona danışsın, öz sirrin ona danışsın. Düz də Həzrət Əli əleyhissalam digər xanımlarla ailə qurdu. Amma dərdin deyəcək şəxslər deyildi. Xanım Zəhra deyildi onlar. Həzrət Əli əleyhissalamın tayı, həmtayı o idi. Peyğəmbər sallallahu buyurur ki, Həzrət Əli əleyhissalama, ya Əli, lövlak, ya Əli, ləma kanə li Fatimətə kufufun əla vəcihil ərd. Ey Əli, əgər sən olmasaydın, xanım Fatimənin
tayı, bənzəri olmayacaqdı. Ailə qurmaq üçün yer üzərində qarşılığı olmayacaqdı. Həyat yoldaşı olmayacaqdı. Sən yeganə şəxs idin ki, xanım Zəhraya həmtay idin. Ona deyirlər kufuv. Deməli, İslam aləmi ailə həyatı quran zaman uyğunluq və kufuv, həmin o həmtay olmağa xüsusi əhəmiyyət verir. Xüsusi diqqət göstərir. Deyir, sən ailə quranda özüvə uyğunun. Həzrəti Peyğəmbər sallavatullahdan soruşdu bir nəfər. Ey Allahın Peyğəmbəri, biz kimlərlə, necə insanlarla ailə quraq? Həzrət buyurdu ki, özünüzlə həmtay olanlarla. Dedi, həmtay olan kimdir? Həzrət buyurdu ki, həm sizə mənəvi cəhətdən uyğun, həm də sizin şənünüzə uyğun olan. Şənünüzə uyğun. Yəni, sənə yaraşan, sənə necə insan yaraşır? Sən əgər ziyalısansa, savadlısansa, özüvə uyğunun tap. Sən əgər avamsansa, özüvə uyğunun tap. Sən əgər zənginsənsə, özüvə uyğunun tap. Sən əgər fəqirsənsə, özüvə uyğunun tap. Hərə özünə uyğun, özünə yaraşan. Burada ayrı seçkili təyin eləmir, fərq salmır İslam dini. Burada İslam dini uyğunluğu və sona qədər bir arada rahat yaşayasınız deyə. Bir-birinizə qarşı diqqətiz, bir-birinizə qarşı səbriniz tükənməsin deyə. Deyir ki, bu şəkildə, bu cür insanlarla, bu xüsusiyyətdə olan insanlarla ailə qurun. Və bu zaman Həzrəti Peyğəmbər sallallahu buyurdu, burada dininizə uyğun ailə qurun. Baxın, görün, necə dindarlıq səviyyün necədir, özünə uyğun. Özün kimi insanlarla ailə qur. Adam var, özünə xoşu gəlmir, onları demir. Özünə uyğun şəkildə, özünə yaraşan şəxslərlə Həzrəti Peyğəmbər sallallahu buyurdu ki, ailə qur. Necə ki, xanım Məryəm salamullah əleyha övladı var idi, amma həyat yoldaşı yox idi. Allah Teala buyurur, biz mələk göndərdik, Həzrəti İsa'nı onun bətninə üfürdü. Düzdür, bəzi yerlərdə qeyd olunur, Həzrəti İsa'dan sonra, əleyhissalamdan sonra xanım Məryəm ailə qurdu. Yusif Nəccarla filan bəzi İncilin özündə də qeyd olunur, gətirilir. Amma həqiqət budur ki, Həzrəti İsa əleyhissalamın misalın Allah Quran-ı Kərimdə Adəmin misalına bənzədir. Deyir ki, Adəmin də atası yox idi, Həzrəti İsa'nın da atası yox idi. Xanım Məryəmi necə dünyaya gətirdi? Peyğəmbər sallallahu buyurur ki, ya Əli, sən olmasaydın, mənim qızım Fatimənin də həmtayı olmayacaqdı. Kimlənsə ailə qurmayacaqdı. Həzrəti Əli əleyhissalam kimi şəxsiyyətin həmtayı xanım Zəhra idi. Xanım Zəhranın həmtayı Həzrəti Əli ibn Əbi Talib idi. Günlərin bir günü Peyğəmbər sallallahu soruşdu. Xanım Zəhradan dedi, daha doğrusu xanım Zəhra barəsində soruşdu Həzrəti Əli əleyhissalamdan. Dedi, qızım Fatimə necədir? Onunla yola gedə bilirsən. Kürəkənidir, həm əmsi oğludur, həm də qızı. Bir müddət keçib ailə qurublar. Və ailə vəziyyətini soruşur ki, necədir? Həzrət Əli əleyhissalam buyurdu ki, xanım Zəhra mənim ibadətimdə mənə kömək eləyir. Xanım Zəhra mənim itaətimdə mənə kömək eləyir. Görürsən, Həzrəti Əli kimi şəxsiyyətin, Həzrəti xanım Zəhra kimi həmtay olmalıdır. Əgər belə olmasaydı, orada ədalət prinsipləri pozulardı. Və o ailə tükənərdi, o ailə məhv olardı. O ailədən ən azı Həsən və Hüseyin kimlər dünyaya gəlməyəcəkdi. Əgər xanım Zəhra və Həzrəti Əli kimlər ailə qurmasaydı. Mərəcəl bəhrəyni yəltəqiyan hədislərdə buyurulur ki, bu ayələrin misalı Ər-Rəhman surəsindədir. İki dənizin qovuşması, yəni Həzrəti Əli ilə Həzrəti Fatimənin ailə qurmasından yəxrucu minhuməl-lu'lu vəl-mərcan. O da Ər-Rəhman surəsindədir.
Oradan Mirvari çıxacaq, Mərcan çıxacaq. Yəni Həsən və Hüseyn kimi şəxsiyyətlər çıxacaq. Onlar cəmiyyətə gələcək. İnsanlığa, bəşərə nümunəvi fərdlər yetişdirəcək. Ailənin gözəlliyi deməli əvvəlcədən onun düzgün seçilməsinə bağlıdır. Əgər düzgün seçilməsə, o ailənin sütunu olmayacaq. O ailə boş olacaq. Kiçik bir qığılcımda məhv olacaq, aradan gedəcək. Həzrəti Peyğəmbər Salavatullahın qızı xanım Zəhra və əleyhissalam nümunəvi bir ailə idi. Varlı deyildilər, zəngin deyildilər. Onların yedikləri, içdikləri, qazancları ancaq həmən gününün yemək içməyinə bəs eləyirdi. Artığını da ehsan verirdilər. Zəngin deyildilər, fəqir idilər. Amma mənəviyyatları var idi. Çox mənəviyyatı zəngin insanlar idilər. Həzrəti Əli əleyhissalama xanım Zəhra deyir, bir dəfə Həzrəti Əli əleyhissalam buyurur ki, xəstə idi xanım Zəhra bir dəfə. Məndən nəsə istədi. Heç vaxt xanım Zəhra Həzrəti Əli əleyhissalamdan heç istəmədi. Bir dəfə cəmi istədi, bir dəfə oldu. Onda da Həzrəti Əli əleyhissalam təkid elədi. Dedi, nə ürəyin istəyir? Onda da nar istəyirdi ürəyi. Müxtəlif rəvayətləri qeyd edirlər. Hər halda Həzrəti Əli əleyhissalam deyirlər ki, bir əşyası var idi, onu satdı, gəldi, nar aldı, gətirdi, filan elədi. Bəzilər deyir, yolda bir nəfər fəqirə verdi. Elə yenə əli boş gəldi, çıxdı evə. Ki, gördü, bir nəfər istəyir. Biraz keçdi, xanım Zəhra ilə söhbət eləyirdi artıq. Ki, deyir, yolda bir nəfər istədi. Onları da verdim ona. Həzrəti Peyğəmbər Salmandan bir qab nar göndərir. Həzrəti xanım Zəhranın evinə. Ki, xanımın ürəyi istədiyinə görə, onda da xəstə idi, son anları idi. Daha doğrusu, Peyğəmbər Salavatullahın son anları idi. Xanım Zəhra Salamullah əleyhanın istəklərin Həzrət Əli əleyhissalam həmişə icra eləyib. Amma xanım Zəhra heç vaxt özü nəsə istəməyib Həzrət Əli əleyhissalamdan. Çünki Peyğəmbər buyurdu ki, Əlidən bir şey istəmə. Çünki nəsə istəyərsən, o da sənin üçün onu gətirə bilməz, ala bilməz, xəcalət çəkər, utanar. İndi sən Allah, bu ailəyə baxan gənc, bu ailədən nümunə götürən gənc, həmin o ailənin paltar üstündə, geyim üstündə, nə bilim, kosmetika üstündə, ayaqqabı üstündə, qohumları gedib tez-tez ziyarət eləyib eləməmək üstündə, belə işlərdə görə ailənin təməlini pozarlar, dağıdarlar sütunları. Peyğəmbər, ali Peyğəmbərin həyat tərzinə baxırsan, onu da deyək, heç bir yerdə qeyd olunmur ki, hökmən sən ailə qurdun, gəl valideynlərlə birlikdə qal. Bu da deyilmiş. İxtiyar sahibisən, problem yaranacaqsa ayrı qal. Bu da gözəl bir şeydir. Münaqişə olmayacaq, söz-söhbət olmayacaq, kənar müdaxilələr olmayacaq. Ki, ailələrimizdə olan ən böyük problemlər, ən böyük münaqişələr ikinci dərəcəli həmin bu müdaxilələrdir, kənar müdaxilələr. Görürsən, xanımın anası bir müdaxilə eləyir, atası bir müdaxilə eləyir. Bəyin anası bir müdaxilə eləyir, atası bir müdaxilə eləyir. Amma Peyğəmbər kim idi? Peyğəmbərin şəxsiyyətinə baxanda Peyğəmbər müdaxilə eləyə bilməzdi. Həzrəti Peyğəmbər Salavatullahın qızı xanım Zəhra və Həzrəti Əli əleyhissalam ailə qurdular, bir müddət keçmişdi. Gəldilər Peyğəmbər Salavatullahın yanına. Dedilər, ey Allahın Peyğəmbəri, bizim işləri bizim aramızda böl. Məsləhətlə, böyüdən məsləhət. Böyünü də atma kənara. Böyü sənin üçün məsləhət verəndir, gözəl məsləhət verəcək. Onun sözlərinə qulaq as, məsləhətinə qulaq as. Necə ki, Peyğəmbərin qızı bunu elədi. İndi Peyğəmbərin qızı, bir nəfər deyə bilər, mənim atam Peyğəmbər deyil ki, anam Peyğəmbər xanımı deyil ki. Bəli, sən özün də xanım Zəhra deyilsən, Əli deyilsən ki. Hər adamın özünə uyğun valideyni var. Bayaq dediyimiz kimi,
ailə mühitinin bəxş elədiyi övladlarıq biz. Hər bir ailənin təqdim elədiyi övladlarıq. Peyğəmbərin ailəsinin təqdim elədiyi övlad xanım Zəhra idi. Xanım Zəhra ilə Həzrəti Əli əleyhissalamın təqdim elədiyi övlad Həsən və Hüseyn idi. Xanım Zeynəb idi. Ümmü Kulsum idi. Bizim də ailələrimiz bizi cəmiyyətə təqdim eləyib. Biz də ailəmizə o şəkildə itaət eləyib, məsləhətlərinə qulaq asmalıyıq. Demirəm, onlar səhv yola insanları sürükləsə, get, yox. Fəla tuti'huma. Allah deyir, itaət eləmə. Və sahibhuma fid dunya ma'rufa. Amma xoş münasibət göstər, mehriban davran, gözəl rəftar elə. Qəlblərin qırma, qəlblərin sındırma. Xanım Zəhra salamun əleyhə ilə Həzrət Əli əleyhissalam gəldilər Peyğəmbər salavatıllahın yanına. Dedilər, ya Allahın Peyğəmbəri, işlərimizi bizim aramızda böl. Biz öz işlərimizi icra eləyək. Bilək ki, mənim işim nədən ibarətdir? Həzrət Əlinin işi nədən ibarət? Həzrət Peyğəmbər böldü, dedi, evin içərisinə aid olan işlər xanım Zəhra icra eləyəcək, qızım Zəhra. Və evdən çöldə, kənarda olan işləri isə Həzrət Əli əleyhissalam. Xanım Zəhra buyurdu ki, bu bölgüyə mən ürəkdən bağlandım. Nə gözəl bölgüdür. Amma Həzrət xanım Zəhra evdə o qədər işləyirdi. Peyğəmbərin qızı idi. Günlərin bir günü Salman deyir, mən gördüm xanım Zəhranın geyimi, çadırası yamaqlıdır, köhnədir. Bir baxdım, dedim, şahların, böyük insanların qızları zərdə, qızıldan, gümüşə tutulublar. Amma bizim Peyğəmbərimizin qızı gör necə geyinir. Onlar həyat tərzlərindən məmnun idilər. Onlar zahiri görkəmə üstünlük vermirdilər. Demirəm bu gün elə geyinə, yox. Elə demək istəmirəm. Bu günümüzdə normal hesab olunan geyim nədirsə o bəsimizdir. Amma mənəviyyatın üzərində çalışmaq lazımdır. Təhsil də bəzən mənəviyyatsız olanda insanlığı cəhənnəmə sürükləyir. Bir alimlərdən biri var, qərb alimlərindən biri deyir, 19 əsrlə 20-ci əsrdə müqayisə eləsək elm inkişafın, 20-ci əsrdə baxmayaraq ki, 19 əsr 20-ci əsr üçün müqəddimədir. 19 əsrdə inkişaf eləməyən elm 20-ci əsrdə inkişaf elədi. Necə müqayisə eləyək? Qətliam hansında daha çox oldu? 2 dənə dünya müharibəsi var, ikisi də 20-ci əsrdə baş verir. Verib. Səbəb nədir? Deyir, səbəb nədir? Deyir, bəli, Quranda bir ayə var. Allah buyurur ki, İqra. Bunu qeyri-müsəlman deyir. İqra bismikə, bismi rabbikəlləzi xaləq. Deyir, oxu. Allah deyir, oxu. Amma oxumaq 19-20-ci əsrdə biz gördük ki, oxumaq elə qətliyama xidmət elədi. Bəs necə oxumaq lazımdır? Deyir, bismi rabbikəlləzi xaləq. Allahın adı ilə oxumaq. Bu ikisi yanaşı getməlidir. Allahla hərəkət eləməlisən. Elm, təhsil olmalıdır. Amma mənəviyyatsız elm, təhsil insanlığı, bəşəriyyəti məhvə aparacaq. Mənəviyyat olmadan elm kifayət eləməyəcək. İnsanları görürsən, ədəb, ərkan, qanacaq, qabiliyyət, rəftar, əxlaq normaları, bunlar pozulandan sonra nə məllimə məllim kimi ehtiram olunmayacaq, nə ağsaqqala ağsaqqal kimi ehtiram olunmayacaq, nə böyüyə böyü kimi ehtiram olunmayacaq, nə kiçiyə kiçiliyinə görə hörmət olunmayacaq. Bütün bu təbəqələr arasında nizam-intizam pozulacaq və o elm nə verəcək o cəmiyyətə? Heç nə, sadəcə zahiri görkəm verəcək. Amma mənəviyyat məhv və s. və ilaxır. Deyir, ona görə Allah Teala Quran-ı Kərimdə buyurdu, müsəlmanların kitabında belə deyir. Birinci ayəsi budur, İqra, oxu. Amma bismi rabbikəlləzi xələq, Rəbbivin adı ilə, səni yaradan Rəbbivin adı ilə oxu. Deməli, Allahla hərəkət eləmək, elmdə də, təhsildə də, mənəviyyatda da Allahla hərəkət eləmək lazımdır. Həzrət Əli əleyhissalam gəldi, gördü xanım Zəhranın
su çəkməkdən, əl dəyirmanı ilə işləməkdən əlləri qabar olub. Uşaqlar da, övladları da kiçik, az yaşlı. Çatdıra bilmir, Həzrət Əli əleyhissalam buyurdu, get Peyğəmbərə de, əgər məsləhət bilirsə bir köməkçi versin sənə, bir müddət sənə kömək eləsin. Bir xidmətçi versin, kömək eləsin, bir xanım. Müəyyən işlər var ki, o işlərdə sənə kömək eləsin. Xanım Zəhra gəldi Peyğəmbər sallavatullahın yanına. Ədəblə, ərkanla, ehtiramla. Gəldi fikrin deyəndən sonra Həzrət Peyğəmbər sallallahu buyurdu, sən istəmirsən ki, sənə bir əməl öyrədim. Dünya və dünyadakılardan üstündür. Dünya və dünyadakılardan üstündür. Və həmin o əməllə işlərin yoluna düşəcək. Rahatçılıq olacaq, asanlıq görəcəksən. Həyatında bir düzən yaranacaq. Həzrət buyurdu, ey Allahın Peyğəmbəri, əlbəttə istəyirəm. Dedi, yaxşı, 100 dənə zikirdir, o 100 dənə zikridir hər namazdan sonra. İki yerdə qeyd olunur. Bir namazdan sonra demək müstəhəbdir, bir də gecə yatmamışdan əvvəl demək müstəhəbdir. Hamınız bilirsiniz o zikri. Xanım Zəhra zikri, o adla məşhurdur. 34 dəfə Allahu Əkbər deyəcəksən. 33 dəfə Elhamdülillah deyəcəksən. 33 dəfə də Subhanallah. 100 dənə zikirdən ibarətdir. Xanım Zəhraya Peyğəmbər salavatullah bu zikri öyrədəndən sonra Xanım Zəhranın həyatında başladı bir düzən yaranmağa. Rahatçılıq, bir asanlıq yarandı. Bu zikri biz məsumlardan biri buyurur, əgər o Xanım Zəhra zikrindən daha üstün bir zikr olsaydı, Peyğəmbər salavatullah həmən zaman o mövqeydə qızı Fatimiyə öyrədərdi həmən zikri. Amma biz onu əhəmiyyətli, bəzən əhəmiyyətsiz yanaşırıq. Bəzi insanlar var, deyir, Xanım Zəhranın, elə bilir Xanım Zəhranı zikr edir orada. Bu cür düşünənlər də var, inandırım. Xanım Zəhra zikri deyəndə, elə bilirlər Xanım Zəhra zikr olunur. Heç olmazsa sən bax o zikirdə nə deyəcəksən ona? Allahu Əkbər 34 dəfə, Elhamdülillah 33 dəfə, Subhanallah 33 dəfə. Ki, o sözlər, biri deyir Allah daha böyükdür, təsəvvürün elədiyindən daha böyükdür. İkincidə deyir, həmd sənə yeganə olan Allaha məxsusdur. Üçüncüdə deyir, Subhanallah, Allah bütün eyib və nöqsanlardan pakdır, münəzzəhdir. Pakdır Allah. Ona şərik qoşa bilməzsən, onda eyib tapa bilməzsən, qüsur tapa bilməzsən. Xanım Zəhraya Həzrəti Peyğəmbər salavatullah bu zikri öyrətdi. Burada hər namazdan sonra bu zikri eləsin, sənin işlərin qaydasına düşəcək, öz axarına düşəcək. Xanım Zəhranın ömrünün sonları idi, Həzrət Əli əleyhissalam gəldi. Əyləşdi xanımın baş tərəfində, buyurdu, Allahümmə inni radin ən ibnəti nəbiyyik. İlahi, mən sənin Peyğəmbərimin qızından razıyam. Bunu həyat yoldaşı deyir. Bilirsiniz niyə deyir? Çünki qiyamət günü hər bir xanımın həyat yoldaşından soruşulacaq. Diqqətlə qulaq asın. Bu, o qədər mötəbər hədislər var bu barədə. Hər bir xanımdan soruşulacaq, daha doğrusu hər bir xanımın həyat yoldaşından soruşulacaq ki, həyat yoldaşından razısan ya yox. Onun razılığı əsasında onunla rəftar olunacaq. Razıdırsa və salam, gözəl, nə gözəl, xoş halına. Və eyni zamanda xanımlardan da soruşulacaq. Həyat yoldaşın sənin haqqına qarşı zülm eləmədir, sənə istəm eləmədi. Sənin haqqın və onun haqqı var boynunda, ya sənin haqqın var onun boynunda. Halal eləyirsənmi, ya eləmirsənmi? Ona görə deyirlər, ailə həyatı, kişi və xanım, ikisi də ayrı-ayrılıqda naqisdir. Ayrı-ayrılıqda naqisdir. Ona görə zövcələr, əzvac zövc kəlməsindəndir. Zövc cüt olmalıdır, tək olmur. Tək nöqsanlıdır, qüsurludur.
Hətta ağacların tozlanması belə. Orada da zövc var. Heyvanlarda da var, insanlarda da var. O cüt olanda kamil olur. O qarşılıqlı olanda kamil olur. Tək olsa qüsurludur. O qüsuru aradan aparmaq üçün onlar birlikdə olub, birlikdə hərəkət eləməlidirlər. Əməlləri, rəftarları da birlikdə olmalıdır. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, hər kəs evlənməyibsə, subaydısa onun dini yarımçıqdır. Əgər dinin qorumaq istəyirsə, evlənmək dinin yarısını qorumaqdır. Yerdə qalan yarısında da buyurur Həzrəti Peyğəmbər sallallahu təqvalı ol. Təqva 50%-dırsa, 50%-i da onun ailə həyatı qurmasıdır. Ona görə deyirlər, xanım kişisiz, kişi də xanımsız. Bunlar biri digərinin tamamlayıcısıdır. Bunlar əgər ayrı olsalar, bunlar əgər bir-birində haqları olsa, bir-birini bağışlamasalar, bir-birinə yardım eləməsələr, nə dünyada xoşbəxt yaşaya bilməzlər, nə də axirət səadətinə yetişə bilməyəcəklər. Bunların fikri nə olmalıdır? Bunlar bir-birinə dəstək olmalıdırlar. لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Bayaq oxuduğumuz ayədə Allah Teala buyurur. Buyurur, biz xanımlar yaratdıq siz üçün, ey kişilər. Siz onlarla aramlıq tapasınız və xanımlar da sizlə aramlıq tapsınlar. Siz biri digərinizi tamamlayasınız deyə sizi yaratdıq. Və cəalə beynəkum məvəddətən və rəhmə və sizin aranızda məhəbbət və rəhmət qoyduq. Məhəbbət nədir? Məvəddət özdə deyir. Məvəddət məhəbbətin aşkarda göstərilməsinə deyilər. Məsələn, bir insan var, sevgisini büruzə verə bilmir, ortaya çıxarda bilmir, aşkar eləyə bilmir. Məvəddət sevginin aşkara çıxarılması formasında təqdimatıdır. Bir nəfər əgər biri-birinə sevgisi varsa, onu göstərə bilirsə əməldə, rəftarda buna deyərlər məvəddət. Və ardıca buyurur rəhmət. Rəhmət isə bir tərəflidir. Məvəddət iki tərəflidir, ikinci mənası, ikinci xüsusiyyəti. Məvəddət iki nəfərin bir-birinə qarşı sevgisinin açıq-aşkar göstərilməsidir. Rəhmət isə bir tərəfin digər tərəfə sevgisinin göstərilməsidir. Niyə bu iki kəlmədən istifadə olundu? Ona görə ki, əgər ailəvi sən sevirsənsə, o səni sevirsə, burada qüsur yoxdur. Sən onu başa düşəcəksən, o səni başa düşəcək. Sən onun müəyyən qüsurlarına göz yumacaqsan, o sənin qüsurlarına göz yumacaq. İndi məhəbbət itibsə, yoxdur məhəbbət. Allah Teala buyurur ki, o sənin aydın olduğuna görə rəhmət ortaya gəlməlidir. Mərhəmət ortaya gəlməlidir. Bir tərəflidir bu rəhmət. Ki, burada mövzu ailənin qorunmasıdır. Allah rəhmət eləsin, bir ustadlardan birinin bir sözü var idi. Deyirdi, ailə məsələsi münaqişə yaranan kimi məhkəməyə qaçmaq mənada deyil. Münaqişə yaranan kimi qanunla müəyyən haqları tələb eləmək deyil. Ailə ora qədər həll olunmalıdır. Yəni, daxildə həll olunmalıdır. Ora gedib çıxmamalıdır. Ora qədər həllini tapmalıdır. Ki, çox gözəl və dəqiq sözdür, həqiqətən də. Həzrət buyurur ki, Allah Teala buyurur Quran-ı Kərimdə, sizin aranızda məhəbbət əgər azdısa, rəhmətlə bir-birinizlə rəftar eləyin. Rəhmətlə bir-birinizi yola verin. İnnə fi zəlikə ləayatin liqavmin yətəfəkkərun. Bu düşünənlər üçün, fikirləşən insanlar üçün bu dediyim ayədə nişanələr var, əlamətlər var. Və indi Həzrət Zəhra salamul əleyhanın son anlarıdır. Həzrət Əli əleyhissalam gəldi, əyləşdi onun başının üstündə. Dedi, ilahi, mən Peyğəmbərin qızı Zəhradan razıyam, sən də razı ol. İlahi, mən razıyam ondan. Peyğəmbərimin qızından razıyam. Bu sözü ona görə dedi ki,
həmin o əvvəldə dediyimiz qiyamət günü xanım Zəhradan o barədə sorğu-sual olunmayacaq. Həzrəti Fatimə soruşdu. Bir hədisdə bir yerdə rast gəldi mənə. Deyir, Həzrəti Fatimə salamünəleyhə soruşdu. Dedi, ya Əli, məndən razısanmı? Məndən razısan. Ölüm anıdır, artıq can vermə halıdır. Bir neçə gün ya saat çəkməyəcək ki, Həzrət dünya ilə vidalaşacaq. Bir Həzrət soruşdu, Həzrət Əli əleyhissalamdan dedi, ey mənim əmim oğlu, məndən razısan, məndən nəsə narazılığın yoxdur ki. Bir Həzrət Mövla Əli əleyhissalam ağladı, dedi, əlbəttə razıyam, mən səndən razıyam. Sən Peyğəmbərin qızısan və həyatda heç bir zaman mənə bir əziyyət, bir çətinlik yaratmamısan. Həzrəti Əli əleyhissalamın müsibətli günləri bilirsiniz açan başladı, xanım Zəhra dünyasını dəyişəndən sonra. Xanım Zəhranı ki qoydu mübarək qəbrə, deyir, torpağı Həzrət Əli əleyhissalam əli ilə çəkirdi, xanımın üzərinə tökürdü. Burada da təsir eləmədi Həzrət Əli əleyhissalama. Bilirsiniz nə zaman təsir elədi? Elə ki, dəfn elədi, qalxdı ayağa, əlinin torpağın, əlləri torpaqlı idi. O torpağı təmizləyəndən sonra Mövla Əli ibn Əbi Talib əleyhissalam başa düşdü, dərk elədi, xanım Zəhranın yoxluğunu hiss elədi. Onda hiss elədi, xanım Zəhra yoxdur artıq. Əssalamu aleykə ya Rasulallah anni və əssalamu aleykə ən ibnətik və zairətik və bainəti fissərra bi buqətik. Deyir, sonra üzün tutdu Həzrəti Peyğəmbərin qəbrinə. Dedi, salam olsun sənə, ey Allahın Peyğəmbəri. Salam olsun səni ziyarət eləyən qızından sənə. Məndən və sənin qızın ki, indi onu qoydum sənin yanında o torpağa, dəfn elədim. Ondan səni ziyarətə gəlib, ondan salam olsun sənə. Gəllə ya Rasulallah, ən səfiyyətik səbri. Həzrət Əli əleyhissalam heç yerdə bu sözü deməyib. Hədislərdə var ki, imamda olan xüsusiyyətlərdən biri mömində olsa, onun imanı kamil olar. O da imamda olan səbirdir, səbir. Mövla Əli ibn Əbi Talib əleyhissalam Fatiməni itirəndə belə dedi. Dedi, qəllə ya Rasulallah səbri. Ey Allahın Peyğəmbəri, mənim səbrim, səbir kasam doldu. Artıq səbir eləyə bilmirəm. Və əfə ən seyyidət nisa'il aləmin təcəllüdü. Artıq dözə bilmirəm, artıq taqətdən düşmüşəm. Niscil budur, gecə əgər ölsə biri, dəfn edələr gündüz onu. Həqiqətən belədir, insan gecə dəfn olunar, əlbəttə yox. Gecə dünyasını dəyişərsə, onu gündüz dəfn eləyərlər. Niscil budur, gecə əgər ölsə biri, dəfn edərlər gündüz onu, görün hara yetişib macərası Fatimənin. Həzrəti Fatimə gecə dəfn olunmalıdır. Peyğəmbərin qızına yaraşarmı gecə gizlin şəkildə dəfn olunsun? Görün hara yetişib macərası Fatimənin. Gecə ilə köynəyin üstdən verirdi quslun əli, ucadan ağladı birdən ağası Fatimənin. Mövla Əli libas üstündən xanım Zəhraya qusul verir. Fizzə gördü ki, xanımın qusulun verə-verə Mövla başladı ağlamağa. Hönkür-hönkür ağlayır Həzrət Əli əleyhissalam. Bir Fizzə dedi ki, ey möminlərin əmiri, sən bizə deyirdin, uşaqlara deyirdin ağlamayın. Ucadan ağlamayın, səsizi eşitməsinlər. Sual eylədi ağacan. Soruşdu Fizzə, nədir illəti bu ağlamağın? Buyurdu, sinədə vardır yarası Fatimənin. Dedi, Mövla, niyə ağlayırsan? Deyir, sinədə vardır yarası Fatimənin. Ölüncə ağlaram, heç dərdini mənə deməyib, məgər qalıbdı səlamət harası Fatimənin. Xəstə yatırdı, ağrı acını Mövla Əliyə demirdi. Ki, o dərd çəkər, o qəm çəkər, o narahat olar.
Sınıb qabırğaları bir qolu vərəm eləyib, pozub mənim halımı, yarası Fatiməni. Mənim halımı pozub Fatimənin yarası. Şəhidə getdi şəhid Möhsünün cavan nənəsi, çox ağladar məni artıq həyası Fatimənin. Möhsünün nənəsi dünyasını dəyişdi. Möhsün xanım Zəhranın körpə bətnində olan övladı idi ki, o qapı ilə divar arasında qalanda düşdü, sikt olundu.